Həc mövzusunda ən əzəmətli anlardan biri Ərəfə günü oxunan dualardır. İmam Hüseyin əleyhissalamın Ərəfə günündə oxuduğu duanı siz bilirsiniz. Və Həzrət Hüseyin əleyhissalam həmin duanı oxuyarkən necə əllərin ilahi dərgaha götürmək və orada ağlar gözlərlə görərik. Fəqət bir-iki mübarək cümlədən qeyd edeyim. Həzrət buyurur, İlahi, sən elə bir Allahsan ki, sən mənə minnət qoymusan. Həzrət bütün bunları deməklə Allahın əzəmətinə işarə eləyir. Buyurur ki, ey mənim Mövlam, ey mənim Allahım, minnət qoyan sənsən, nemət verən sənsən. Sənsən o Allah ki, ehsan eləmsən, yaxşılıq edən sənsən, fəzl göstərən sənsən, kamil edən sənsən, İlahi, ruzi verən sənsən, müvəffəq edən sənsən, əta edən sənsən, ehtiyatsızı edən sənsən, İlahi, sərvət verən də sənsən. Və bu kimi duaları eləyərək göz yaşları tökür. Bu günlərim hər halda, hər yerdə olsanız, çalışın bildiyiniz qədər, bildiyiniz dillə dua eləyin. Amma bir hədisi qeyd edeyim ki, İmam Baqir əleyhissalam, həmçinin İmam Zeynəb Abidin əleyhissalamdan da hədisdə var. O sail ki, gəlir insanlardan bir şey istəyir. Həzrət buyurur ki, bu günlərim insan Allaha üz tutar, Allahdan istəyərsən, özün kimi acizlərdən nəyə istəyirsən? Və onlardan da hədislərdən də qeyd olunub ki, Əhl-i Beyt məktəbinin ən parlaq simalarından biri İbrahim ibn Haşim Əhl-i Beyt imamlarının sahabələrindən olubdur, hədis ravilərindən olubdur. Qeyd edilir ki, mən Ərəfə günü Ərəfədə idim, yəni həc günü Ərəfə dağında idim. Gördüm ki, Abdullah ibn Cündəb Ərəfə çölündə əyləşib, o qədər naz, niyaz eləyir, ağlayır, dua eləyir. Mən təəccüb elədim ki, görəsən buna nəsə bir şey baş verib. Yaxınlaşdım, dedim, ey Abdullah, mən sənin kimi narahat olan görməmişəm, sənin kimi dua eləyən görməmişəm, nəsə bir hadisə baş veribdi. Qeyd elədi ki, mən İmam Musa Kazımdan eşitdim. Hər kim bu günlərim mömin qardaşları üçün dua eləsə, ərşidən nida gələr ki, bu duaların 100.000 bərabəri sənin üçün həyata keçəcəkdir. Və mən də istədim ki, mələklərin qəbul olunacağı ki, duasına ki, şübhə yoxdur, onların duasını Allah qəbul eləyir, onun 100.000 bərabərini əldə edeyim və özüm üçün dua edim. Bir halda ki, öz duamın qəbul olub olmamasını mən bilmirəm.